günü saat 14:15-dir. Bu deməkdir ki, hara gedək sualına cavab tapdığımız vaxtdayıq. Düzünü deyim ki, bu verilişi hazırlayanda heç bilməzdim ki, bugün qonağı olduğum bu kənd, yəni Zığ haqqında bu qədər çox informasiya olar. Ona görə vaxt itirmədən keçək mətləbə. Deyilənə görə bu kənd adını Sərmat tayfasının Zığ qəbiləsindən götürüb. Həmin o Zığ qəbiləsi də öz adını qarğaya bənzər quş olan Zığ-zığ quşundan alıb və yer gəlmişkən onu da deyim ki, Zığ-zığ quşu insan əli çatmayan yerlərdə yuva qurur və daima sürü şəklində yaşayırlar. Hazırda biz Zığın köhnə qəbirstanlığındayıq. Vüqar müəllimlə birlikdə. Vüqar müəllim tarix müəllimidir və yerli sakinlərdəndir. Ona görə də biz bu fürsəti əldən vermədik. Düşündük ki, elə Zığın tarixi haqqında Zığlı tarix müəlliminə suallar vermək lazımdır. Dediyim kimi, bura Zığın köhnə qəbirstanlığıdır. Yeni qəbirstanlıqda üst tərəfdə, ətəyində isə köhnə qəbirstanlıq var və burada çoxlu belə sənduqə qəbirlər var. Bəli. Amma məhz bu sənduqə qəbirlər bir hasara alınıb. Bunun tarixi çox qədimdir, bilirəm. İstəyirəm ki, siz danışasınız. Cəmaatın, yəni kənd sakinlərinin arasında bura bəy qəbirləri adlandırılır. Ancaq bu qəbirlər 15-ci əsrə aiddir. 15-ci əsr Şirvanşahlar dövlətinin dövrüdür. Yəni bu ətraf Bakı şəhəri və onun ətrafındakı qəsəbələr Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. O cümlədən də Zığ kəndi və 15-ci əsrdə Şirvanşahların ən məşhur nümayəndəsi Xəlilullah, Şirvanşah Xəlilullah olmuşdur. Xəlilullahın dövründə Şirvanşahlar dövləti yüksəlmişdir və yəqin ki, bu ətrafda onun hansısa bir döyüşü olmuşdur, hansısa bir hadisə olmuşdur və bu hadisədə həlak olan onun sərkərdəsi İskəndər bəyi burada dəfn ediblər. Və birinci bu deməli abidəni onun şərəfinə ucaldıblar. Və belə güman olunur ki, ondan sonra həmin İskəndər bəyin burada qohum əqrəbəsindən ailə üzvləri burada dəfn olunmuşdur. Və ona görə də belə hasar alınıb. Ümumiyyətlə, bəs bu qəbirstanlıqda digər Sərdabə qəbirləri də rast gəlinir? Bəli, var. Tarixdə Kurqan qəbirləri var, katakomba qəbirləri var. Burada katakomba qəbirlərinə oxşayan qəbirlər var. Bir də ki, onu da demək istəyirəm, bu özü də görürsünüz, biraz uçulub dağılıb bu. Burada 2000-ci ildə olmuş zəlzələ zamanı buradakı tağ uçub dağılmışdı. Tağı da var idi. Bəli, tağı da var idi, hətta bəli. Yaxşı ki, yenə bu qalıb. Bəli, möhkəm tikilib yəqin ki, ona görə hələ də mövcuddur. Amma ürək ağrıdıcı bir məqam var ki, çox təəssüf ki, tarix bax belə ot alaq içindədir. Bura olduqca baxımsız vəziyyətdədir. Bu ürək ağrıdıcı məqamdır. Biz qeyd etdiyimiz kimi Zığ qəsəbəsi Abşeron yarımadasının Bakı şəhərinin ən qədim kəndlərindən biridir. Zığ qəsəbəsi uzun müddət Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Şirvanşahlar dövləti 16-cı əsrin əvvəllərində, dəqiq dedikdə 1538-ci ildə birinci Təhmasib tərəfindən süquta uğradılmışdır və Şirvanşahlar dövləti Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. Birinci Təhmasibin gördüyü işlərdən, Zığ qəsəbəsi ilə bağlı gördüyü işlərdən əsas budur ki, 1547-ci ildə o Zığ qəsəbəsini vəqf olaraq Bibi Heybət məscidinə vermişdir və bununla da təxmini belə demək olar ki, Zığ qəsəbəsini vergilərdən azad etmişdir. Bu işi sonradan 1-ci Abbas davam etdirmişdir. 1607-ci ildə o da deməli bu fərmanı təsdiq etmişdir. 17-ci əsrin ortalarında Səfəvilər dövləti zəiflədiyi bir dövrdə xalqın narazılığı nisbətən artmışdır. O cümlədən Zığ qəsəbəsində də narazılığı artmışdır
və onlar 2-ci Abbasa şikayət göndərmişdilər və bu şikayətə baxdıqdan sonra 2-ci Abbas 1656-cı ildə Zığ qəsəbəsini yenidən Bibi Heybət məscidinə vəqf kimi vermişdi. Mən bir balaca vəqf barəsində məlumat vermək istəyirəm. Yəni niyə məhz Zığ qəsəbəsi, Zığ kəndi Bibi Heybət məscidinə vəqf kimi verilmişdir? Vəqf dedikdə bu dini torpaqlardır. Bu torpaqlarda yaşayan əhali öz dindarlığı ilə, İslam ehkamlarına hörmət ilə seçilir. Ona görə də ki, belə güman olunur ki, bu məqsədlə də Zığ qəsəbəsini Bibi Heybət məscidinə vəqf kimi verilmişdir. Bura Zığ İslam məscididir. 19-cu əsrdə kənd sakini İslam kişi özünə aid torpaq sahəsini, yəni gördüyünüz bu yeri məscidə vəqf eləyir. Beləliklə də elə həmin əsrdə, daha dəqiq desəm 1818-ci ildə burada məscid inşa olunur. Amma Sovet dönəmində həmin məscid uçurdulur. Kənd sakinləri məscidin yalnız bünövrəsini qoruyub saxlaya bilirlər. 80-ci illərin sonlarında isə köhnə məscidin yerində gördüyünüz bu məscid inşa olunur. Kəndin Nəcəf alimlərindən olan iki qardaş Şeyx Həsən və Şeyx Hüseyn vaxtilə bu məscidin axundları olub. Zığın ən hündür yerində Əli Qədəmgahı deyilən ziyarətgah yerləşir. Rəvayətə görə o vaxtı İmam Əlinin atının nalı məhz burada yerə düşür və o iz indiyənə qədər də qalır. 13-cü əsrdə həmin izin yerində ziyarətgah inşa olunur. Sovet dönəmində isə bu ziyarətgahın ziyarət olunması qadağan edilir. Ta ki 80-ci illərə qədər. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bura bərpa olunur və yenidən insanların üzünə açılır. Burada qədimi abidələr çoxdur. Bu abidələrdən ən məşhuru Əli Qədəmgahıdır. Əli Qədəmgahı üstündə yazılmış daş kitabəyə görə hicri təqvimi ilə 632-ci ildə Usta Əli tərəfindən tikilmişdir. Bu da təxminən miladi təqvimlə 13-cü əsrə gedib çıxır. Rəvayətə görə bizim imamımız Həzrət Əli Azərbaycana, Bakı və Zığ qəsəbəsinə gəlib və burada onun atının nalı qalıb. Ancaq əslində götürdükdə Həzrət Əlinin hakimiyyətdə olduğu dövrdə deməli o İslam dinində baş verən fikir ayrılıqlarını aradan qaldırmaq üçün mübarizə aparmışdır və ona görə Həzrət Əlinin hansısa dövlətə hücumu və işğallar etməsi ilə bağlı məlumat tariximizdə yoxdur. Bu kəndin ərazisi əslində əvvəllər çox geniş olub. Sonralar Zığ bağları, Dədə Qorqud, Qum adası, Bahar kimi yaşayış məntəqələrinə bölünüb. Bu kənddə həm də bir neçə Azərbaycan filmləri çəkilib. Məsələn, Arşın Malalan filminin mənzərə səhnələri məhz Zığda lentə alınıb. Daha sonra Kəndlilər filmi. Bir də hazırda mənim dayandığım bu yer sizə filmlərdən birindən çox yaxşı tanış gəlməlidir. Qanun Naminə filmindəki Mehmanın evini xatırlayırsınız. Bax, həmin o ev məhz burada olan evdə çəkilib, amma təəssüf ki, həmin ev indi sökülüb.
Sən heç tələsmirsən Mehman. Heç kəs yanıma gəlmir, heç kəs məsləhət istəmir. Şəmi bir həftə keçib oğlum. Mən bilən ona burada adamları yamanca qorxudublar. Tələsmə Mehman. Allah ömrünü uzun eləsin. Zığda vaxtilə 2 hamam olub. Hazırda mənim qarşısına dayandığım bu hamam Sovet dönəmində tikilib və 80-ci illərin ortalarına qədər də işlək vəziyyətdə olub. İkinci hamam isə 19-cu əsrə aid olan Hacı Əmraslan hamamıdır. Bu hamam Hacı Əmraslan olub. Çox xeyirxah insan olub. Kənd üçün, ev üçün, oba üçün həmişə yaxşı hərəkətlərlə yadda qalıb da. Bunu o inşa edib, o tikdirib. Quyusu olub. İndi oranı görsə də 40 metr dərinliyində su özü fəvvarı verib çıxırmış. O sudan istifadə ediblər. Qadınlar üçün bir gün olub, kişilər üçün bir gün olub. Bayraq asılırmış, qadınlar olanda kişi xeylağı yaxınlaşmazmış bura. Beylər üçün, kişilər üçünsə başqa gün. Məsəl üçün, toy eləyən qədmə adətlərdə bizdə hamama gətirərlər beyi. Bey gələrdi, təmizlənərdi burada, sonra qohum qardaşı ilə aparardı evinə. Bunun da ki, o xeyirxahlıq mənasında, buradan ay qazanc götürsün, ay var dövlət şeyləsin, yox, o hələ imkanlı adam olub. Həmişə də yaxşı hərəkətlərlə yadda qalıb. Sonra bizdə gilabı deyilən bir şey var, sabun yerinə ondan istifadə edirlər. Paltarı yumağa, deyirlər çimənlər saçı elə yumşaldır ki, indi şampun, mən nə bilim nə, bunlar sonra çıxıb. O ilə yuvanda həm tərtəmiz olurdu, həm də saç istəyik, ipək kimi olurdu. Arkada gördüyünüz o Duz Gölü Zığın məşhur duz göllərindən biridir. Bəli, Zığda 2 duz gölü var. Bəlkə də olub desəm daha doğru olardı. Çünki vaxtilə o duzdan Zığ sakinləri çörək qazanıblar. Amma çox təəssüf ki, Sovet dönəmində həmin duza neft tullantıları axıdılıb deyə həmin o göl çox yararsız vəziyyətdədir hazırda. Digər bir duzlu göl isə sırf müalicə məqsədi ilə istifadə olunub. Amma həmin bu gördüyümüz Duz Gölü haqqında bir sevindirici məqam ondan ibarətdir ki, deyilənə görə yaxın zamanlarda həmin o Duz Gölü təmizlənəcək və ətrafında park salınacaq. Əsas əhalinin məşğuliyyəti duz istehsalı, sonra ağartı məhsullarının istehsalı, yəni malqara saxlayırdılar. Sonra Sovet dövründə deməli zeytunluqlar salındı, zeytun savxozu. Biz indi təsadüfdə zeytun ağacının altında dayanmışıq. Deməli buradan əldə edilən məhsullar hesabına cəmaət dolanışıq əldə edirdi. Bir də 19-cu əsrin ikinci yarısından başlayaraq Azərbaycanda, Bakı şəhərində neft bumu baş verdi və bundan sonra Bakı ətrafı kəndlər hamısı bu deməli neft sənayesində işləməyə başladılar. Zığ qəsəbəsinin sakinləri burada həm nə bilim fəhlə kimi, sonra bir usta kimi deməli fəaliyyətləri olub. Bildiyiniz kimi 1918-ci ildə mart ayında erməni işğalçıları Bakını işğal etməyə gəlmişdi. Bizim Bızıq kəndinə gəlmişdilər. Bizim də kənd cəmaatı ağsaqqalları öz ailələrini, uşaqlarını yaxın kəndlərə qoyub burada erməni işğalçılarla döyüşmüşdülər. Bizim kəndimizdən də 17-18 nəfər də şəhid olub.
Müslüm Baba da şəhid olmuşdu və bizim Məmməd Hüseyn babamız da həmin bu dayandığımız yerdə erməni işğalçıları tərəfindən güllə vurulmuşdu. Həmin bu yerdə şəhid olmuşdu. Zığ qəsəbəsi öz görkəmli adamları ilə məşhurdur. Bu insanlar həm incəsənət, həm də elm sahəsində böyük rol oynayıblar. Məsələn, incəsənət sahəsində deyə bilərik ki, musiqi sahəsində muğam üçlükləri Zığ qəsəbəsində geniş yayılmış. Muğam çox qulaq asılır bizim kəndimizdə və o şəxslərdən biz qeyd edə bilərik. Ağa qardaş Mürşidovu, sonra onun oğlu Oktay Mürşidovu. Elə bir nəsil davam etdirir bu işi. Sonra onun qardaşı Samid xan Mürşidov, onun övladları musiqi sahəsində fəaliyyətdədirlər. Daha bir musiqiçimiz Əli Bala müəllim də deməli Bakı musiqi məktəblərinin birinin direktoru olub, tarz sahəsi üzrə mütəxəssis deməli olmuşdur. Elm sahəsinə gəldikdə isə biz kəndimizin elm xadimi xanım Salayevanın adını qeyd edə bilərik. Daha bir elm adamı mənim atam Ağayev Lətif Əleydaroğlu'nu da qeyd edə bilərik. O geologiya sahəsi üzrə uzun müddət mütəxəssis kimi işləmişdir. Zığ kəndi ovdan sarıdan heç korluq çəkmir. Kənddə nə az, nə çox düz 4 ovdan olub. Onlardan 3-ü bugünə qədər gəlib çatıb və həmin o 3 ovdandan ikisi isə elə hazırda da işlək vəziyyətdədir. Mən də həmin o işlək vəziyyətdə olan ovdanlardan birindəyəm. Amma bu ovdan haqqında məyus edici məqam ondan ibarətdir ki, bax günü bugün də bu ovdandan evlərinə su çəkən insanlar çox təəssüf ki, buranın təmizliyinə riayət etmirlər. Tarixi qədim insanları qonaqpərvər olan Zığdan danışdıq bugün sizə. Amma artıq getmək vaxtıdır. Özünüzü və təbiəti qoruyun. Sağ olun.